Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bizdə alış əməliyyatları qalmışdı, satış əməliyyatları da açdıq və ya alışlar dünəndən qalmışdı. Satışlarda gəlirlər var. Biz bir dənə trailing stopu yoxlayaq. Trailing stopda belədir vəziyyət. Demək, elə bir ki, hardasa biz əməliyyatı verək. Əməliyyatı məsələn deyək ki, verdik, açdıq. Əməliyyatı açandan sonra sağ düyməni basırıq üstünə. Trailing stop deyək ki, hardasa məsələn qoyaq hardasa bir 8 dollarlı, 7 dollarlı, məsələn deyək ki, 5 dollar gəlir olan kimi sığortalasın. Yəni 500 təyin elədi. OK verdi. Və gözləyək. Dərhal 505 dollardır uşaqlar. Dərhal. Məsələn mən bunu 10 dollarla da enib, bunu məsələn deyək ki, trailing stop, bunu məsələn təyin edək, 800 təyin edək. Baxın, 8 dollar yuxarıda bunu təyin elədi. Yəni, əgər yuxarı getsə, ən pis halda, ən yaxşı halda gəlirlə bağlayacaq. Neçə dollar gəlirlə bağlayacaq? Demək, biz açmışıq əməliyyatı 10-da 8-də bağlayacaq. Yəni, 20 dollar gəlirlə bağlayacaq. Yəni, istəyirsiniz bunu da eləyə bilər, amma eləmək istəmirəm bunu, sığortalamaq istəmirəm. Digər əməliyyatı sığortaladı. Yəni, trailing stopu belə sığortalaydılar. Yəni, əməliyyat açandan sonra dərhal üstünə klik edirsən, sağ düyməni, trailing stop. Yəni, platformaya asılı yəni, qiymətlər dəyişir. Məsələn, burada mən customer yazdım. Customer yəni ən azından 700-800 yazın ki, deməli 7-8 dollar əyəndən sonra dərhal sığortalasın. Yəni, bunu yaddan çıxartmayın inşallah. Bu çox vacibdir. Bizim bildiyiniz kimi, bay əməliyyatlarımız dünəndən 5100 deməli, 5170-lərdə bizim alışlarımız durur, hələ ki durur. İndi də biz satış əməliyyatları açmışıq və satış əməliyyatlarının biri gəlirlə bağlandı. Digər rolikdə trailing stopu qoydum, dərhal bağladım. Yəni, 1000 əvəzinə 100 qoydum, dərhal bağladı. Yəni, istəyirsiniz Akon History'yə baxaq. Akon History'da budur. Baxın, deməli, əməliyyat açmışdım. 5116-da da əməliyyat açmışdım, bunu bağladım. Yəni, hal-hazırdakı vəziyyətdə, baxın, bu aşağı gəldikcə, bu da gəlir aşağı. Diqqətlə baxın. Qiymət aşağı gəldikcə, bu trailing stopda hərəkət edən stop lossdur. Qiymət aşağı gəldikcə, bu da gəlir aşağı. Bizim elə bir ki, digər əməliyyatlarımız görək, digər əməliyyatlarımız yəqin ki, o da işə düşüb, sığortalanıb. Baxaq. Biz nə qədər qoymuşuq? 5 dollar. Yox, olmayıb. Bu trailing stopdur. Bildiyiniz kimi, biz sağ düyməni basıq seçdi. Ən azından 700-800 seçsin ki, aralarında 7-8 dollar fərq olsun. Yəni, bu nə qədər aşağı gəlsə, bu o qədər bayağı az öncə 20 dollarlıq bir sığorta idi. İndi isə artıq olub 70 dollar. Və burada da bizim take portumuz var. Bildiyiniz kimi, biz bura təyin eləmişik. Səhər saatlarında yazmışıq. Qrupa yazmışdıq səhər saatlarında. Belə əzizlərim, yəni trailing stopu da bildiniz, bundan mütləq istifadə edin.